Belə deyim sizə. Məsələn, indi yayda bizim müştərilərimiz var ki, onlar gedəcəklər piknikə. Nə bilim, bir günlük gedən var, 3 günlük gedən var, 5 günlük gedən var. Bax, o insanlar aparırlar çörəkləri. Aparırlar çörəkləri, qoyurlar soyuducuda özləri ilə. Özləri ilə çörəklərini soyuducuya qoyurlar. Soyuducuda neçə gün qalırlarsa rahat-rahat yeyirlər. Və yaxud da, məsələn, bu yaxında müştərilərimizin bəzisi Rusiyaya getdi, bəzisi Türkiyəyə getdi. Nə bilim, toya gedən var, nə bilim, qızının təhsilinə görə gedən var filan. Özlərini aparırlar. Deyir qızım, mən daha artıq sizin çörəyə öyrəşmişəm, başqa çörək yeyə bilmirəm. Başqa çörək yeyən kimi orqanizmdə hər şey qarışır bir-birinə. Ona görə sizin çörəklərinizi aparıram, qoyuram soyuducuya və yaxud da buzluğa bir-bir yeyirəm. Bax sizdə. Rahat-rahat, hətta elə adam var ki, Bakıda kimsə ad gününə çağırır, toya çağırır, piknikə gedir, nə bilim, restorana toya gedir. Mütləq özündən aparır. Doğrusu, mən özüm də eləyirəm. 2-3 dilim qoyuram çantama, aparıram. Bəli, özümüz bişiririk, gözəl insan. Bərəkətli olsun, çox sağ olun, çox təşəkkür edirəm. Allah razı olsun sizdən. Nədir tərkibi çörəyin? Afərin sənə, çox sağ olun. Çörəklərimiz haqqında xahiş edirəm, siz bir dənə möhkəm tıklayın, gözəl insanlar. Nəsə bizim canlı yayımıza olub. Bu qreçka çörəyidir. Yaşıl qreçkanı biz əkirik, biçirik, su dəyirmanında üyüdürük. Buna qızıl əhmədi almasından hazırlanmış balatı vururuq, duz vururuq, su vururuq. Və biz bu çörəyi bişiririk. Baxın, bu çörəyin keyfiyyəti qədər siz əslində bir dönəm olacaq, mənə təşəkkür edəcəksiniz. Deyin, niyə? Başa düşən adam bugün təşəkkür edir. Başa düşməyənlər bir dönəmdən sonra təşəkkür edəcək. Deyin, niyə? Çünki bugün Azərbaycanda bu keyfiyyətdə çörək yoxdur. Heç ağlınıza gələrdimi ki, çörək yiyəsiz, çörək sizin köpünüzü aradan qaldırar. Ağlınıza gələr? Yox, adamın ağlına gəlmir. Ağlınıza gələrmi ki, çörək yiyəsiz sizin bağırsağınızdakı qəbizliyi aradan qaldırar. Bağırsaq sürüşməsini aradan qaldırar. Qaraciyərdəki xolesterola yaxşı təsir göstərər. Qaraciyəri qüvvətləndirər. İmmun sistemini qüvvətləndirər, qanın artmağına kömək eləyər. Mədədə yara xora, bugün insanlar mədədə yara xoraya tutulur. Nəyə görə tutulur? Əlbəttə qidalara görə. Necə edək? Hamı bir yandan zəng gəlir. Alo. Salam, hər vaxtınız xeyir olsun. Necəsiz? Çox sağ olun. Allah razı olsun sizə. Mən gördüm, indi canlıda. Doğrudan da çörəkləriniz çox gözəldir. Siz özünüz də çox təmiz gözəl insansınız. Sağ olun, sağ olun. Mən olurum biznesdə hər həftə. Çox yaxşıdır, özüm də yoldaşım da yeyirik. Çox da məmnunum. Çox sağ olun. Bir də alındakı o çörək nədir deyirsən, məndə köp mənə öldürür, köp adı ki. Bu nə çörəkdir? Bu qreçkadır. Mən sizə qreçka göndərmirəm. Bunun alındakı qreçkadır. Bəli, qreçkadır. Olma dediniz, qatırır. Bütün çörəklərimizi